Bakıda Həyatına Enerji Qat adlı beynəlxalq elmi praktik konferans keçirilir. Tədbir Dünya Ürək Günü ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyi ilə birgə təşkil olunub. Konferansda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislər, o cümlədən Türkiyədən və Amerikadan olan professorlar iştirak edir. Məqsəd ürək sahəsinə ən yeni cərrahiyyə üsullarının müzakirəsi, eyni zamanda dünyada getdikcə daha da cavanlaşan ürək xəstəliklərlə bağlı fikir mübadiləsi aparmaqdır. Bütün dünyada da, Azərbaycanda da ürək-damar xəstəlikləri təəssüf ki, bütün aparılan müalicə və profilaktik tədbirlərə baxmayaraq getdikcə daha da artır. Ölkəmizdə də ürək-damar xəstəliklərinin həm rast gəlmə tezliyi, həm də ürək-damar xəstəliklərindən ölüm halları təəssüf ki, getdikcə artır. Bu dünyada da bu tendensiya belədir və ona görə də Dünya Ürək Federasiyası da və biz də inanırıq ki, insanlar öz həyatlarında edəcəyi sadə dəyişikliklərlə əsl özlərinin həkimi olmalı, necə deyərlər və bu ürək-damar xəstəliklərindən qorunmaq üçün insanlar özləri öz ürəklərinin qeydinə qalmalıdır.